Ona da Hakan meydana daxil oldu. Bax bu sual olaraq qalır. Və indi hakim Ramil Diniyeva Qarabağ futbolçulara yaxınlaşaraq qırmızı vərəqənin göstərilməməsini deyəsən xahiş edirlər. Nəsə yanlışlıq orada oldu. Mən səhv etməsəm Jonas Pesali həmin azarkeşlə əlbiyəxi olan şəxs o idi. Tira deyildi. Qırmızı vərəqə Tiraya göstərilir, amma Ramil Diniyev Tiranı meydandan kənarlaşdırılır. Kənarlaşdırıb baxırıq bu epizoda. Bu azarkeş, bu Tira, bəli Katalin Tira idi bu. Olmaz belə. Yox, azarkeş əlbəttə biz bunu təqdir eləmirik ki, meydana nə üçün daxil olub, amma futbolçunu gedib ona, heç o azarkeş əlbəttə ona nəsə də eləmirdi də ki, yəni ki onu vursun. Azarkeş zərbə indirmədi. İradçı bildirdi, bildirməyə də haqqı var. Belə yox, bu cür şəkildə yox, amma onu Futbolçu yəni ona heç də meydandan deyilmirdi. kənarlaşdırmamalıdır. Xüsusi insanlar var, xüsusi adamlar var ki, bu işlə məşğul olmalıdır.